Bugün sənə maddi azadlığı artıran möhtəşəm bir sistemdən bəhs edəcəm və ilk öncə gəlin tanış olaq. Adım Cəmilədir. Artıq 7 ildir ki, onlayn şəkildə çalışıb, böyük uğurlar qazanmış bir xanım olaraq hal-hazırda Amerika brendi olan Livegood şirkətinin əməkdaşıyam. Tam 10 aydır ki, bu sistemlə çalışıram. Marketplace kimi fəaliyyət göstərən bu sistemdə 1000 plus qazancım olur hər ay və qeyd edim ki, bu şirkətdə ayda 5 dəfə biz qazanc əldə edə bilirik. Təbii ki, bu sistemlə sizi birazdan tanış edəcəm və qeyd edim ki, şirkətimizin şəxsi master kartı ilə siz ayda 5 dəfə gəlirlərinizi əldə edə bilərsiniz, nağdlaşdıra bilərsiniz və siz Amerika brendi ilə çalışmaq üçün Amerikaya getməyə ehtiyac yoxdur. Belə Azərbaycanda evinizdə oturaraq onlayn şəkildə dünyanın bütün ölkələri ilə fəaliyyəti göstərə bilərsiniz və bunun üçün də siz bu videonu tam sona qədər izləyin və bütün işin gedişatları ilə tanış ola bilərsiniz. Şirkət bizə 7 növ qazanclar verir, qazanc verir. Və bunun 4-ü müştəridən gələn qazancıdır. 3-ü isə məhsuldan gələn qazancdır. Və bu necədir? Məhsuldan gələn qazanc, yəni 4-ü müştəridən, 3-ü məhsuldan. Və indi biz burada bunu izah edəcəm sizə. Deməli, ümumiyyətcə qeydiyyatdan keçdiniz və siz burada 10 dollar abunə olaraq qeydiyyatdan keçdiniz və ömrünüzdə bir dəfə mağaza alacaqsınız. Bunun üçün də bir dəfə ömrünüzdə 40 dollar verib bir mağaza aldınız. Baxın, bu sizin mağazanızdır və siz burada istədiyiniz qədər həftəlik baxın, bu mağazada ürəyiniz nə qədər istəyir. Baxın, sərbəst şəkildə şirkət bizə 7 növ qazanc verib. Yəni bu sərbəstlik artıq bizimdir. Hətta burada pasiv qazanc da var. Baxın, bu 4 qazancın içində pasiv qazanc da var. İndi onu da burada izah edəcəm, özünüz görəcəksiniz. Və belə deyim də, siz baxın, burada niyə görə deyirik, bu sistem heç bir şəbəkə sistemi deyil, tam fərqli, yeni bir inqilabdır. Baxın, bir müştəri belə sizin referaldan qeydiyyatdan keçərsə, deyək ki, burada 3 dənə link verir bizə saytda. Bilirsiniz ki, müştəri linki, məhsul linki və aktiv müştəri linki. Yəni 3 dənə link verir bizə saytda. Biz bu 3 linkdən bu 10 dollarlıq müştəri linkidir, bu məhsuldur və 50 dollarlıq aktiv, baxın, aktiv linkdir. Hansı ki, kimi birbaşa gəlib işləməyə gəlirsə, baxın, bu 50 dollarlıq linkdən qeydiyyatdan keçirirsiniz onu. Kim abunə kimi gəlibsə, sadəcə abunə olur, ola bilər məhsullardan alış-veriş eləmək istəyir, sadəcə şirkətin abunəçisi olur. Ona da 10 dollarlıq linki göndərirsiniz və məhsul alış-veriş etmək üçün də məhsul linkimizi göndərib əlavə hər 3 linkdən də ayrı-ayrı qazanclar verir bizə. İndi gəlin bunu burada sizə göstərim. Deməli, bir abunə gəldi, deyək ki, 10 dollarla bu abunəni qeydiyyatdan keçirdiniz və dərhal bu abunə müştəriyə görə, dərhal görürsünüz, 5 dollar sizə şirkət komissiya verir. Yəni bu insan sadəcə abunə oldu burada və şirkət dərhal 5 dollar komissiyanı verdi sizə, düzdürmü, bir müştəridən. Və sonra bu müştəridən sizin ikinci qazancınız, deməli, bu mağaza alarsa, baxın, bu müştəri mağaza alarsa, deyək ki, o da sizin kimi 40 dollar verdi, mağaza alır. Mağaza aldığı üçün bu zaman gəlin belə deyək də 10 dollar abunə olub bu müştəri, sonra 40 dollar da verdi mağaza indi aldı. Bu zaman 10 dollara görə 5 dollar sizə komissiya gəlmişdi. 40 dollarlıq mağaza aldığı üçün ömründə bir dəfə verim, hər kəs mağaza alır, düzdürmü? Buradan da 20 dollar dərhal bunu da sizə komissiya kimi verir şirkət. Baxın, bir müştəridən dərhal sizə 25 dollar buradan, yəni dərhal qazancı götürmüş olursunuz və bunu həftəlik təbii ki nağdlaşdıra da bilirsiniz. Və üçüncü qazanc burada bir müştəridən görün məhsuldan gələn qazancdır. Deyək ki, bu müştəri getdi alış-veriş elədi və dərhal bu sizin abunəniz olduğu üçün bundan və bu müştərinin dərhal alış-veriş etdiyinə görə fərq etmir. Nə qədər məhsul alacaq, nə edəcək? Sadəcə 75% endirim istəyir yararlanmaq məhsullardan, amma sizin abunənizdir. Siz ondan bir dəfə, baxın, 10% qazanc götürəcəksiniz. Bu sizin abunəniz olduğu üçün. Amma bu linkdən, yəni ki, alış-veriş edən müştərilər sizin abunələriniz olmayan kəslərdən isə 50% götürəcəksiniz. Baxın, bu 50% sizə qazanc verən bir linkdir məhsul satışından. Əgər bacarırsınızsa. Yox, bacarmırsınızsa, təbii ki, dediyim kimi sizə 3 təklif edir. 3 təklifin hansı sizə uyğundursa, siz o təklifdən qazanc götürürsünüz. Üstəlik də ki, yəni bir müştəri, bax deyək ki, bu müştəri gəldi. Burada bütün rütbələri açdı, amma siz heç nə sadəcə abunə olub buradasınız və altınızdakı bir müştəri gəldi. Bütün deməli görün bu müştəridən artıq sizə 3 tərəfdən qazanc gəldi və deyək ki, bu müştəri gəldi indi də sizin aktiv bir lideriniz oldu. Biz dedik ki, burada bir aktiv bir pasiv qazanc var. Deyək ki, siz passivdəsiz, amma bu insan gəldi, sizin aktiv bir partnyorunuz oldu və bütün rütbələrə qalxdı. Bütün, yəni ki, Diamond'a qədər gəldi. Deyək ki, ən sonuncu Diamond rütbəsidir. Diamond'a qədər bu müştəri gəldi. Və o zaman bu müştəri Diamond'a qədər, yəni nə qazanırsa, baxın bu müştəriniz sizin şəxsi müştəridir. Bunun 50%-i da aylıq olaraq sizə gəlir. Düşünün bu necə möhtəşəm bir şeydir. 50%-i sizin aylıq maaşınızın üzərinə gəlir. Düşünürsünüz, bu müştəri gəldi Diamond. Bunun 50%-i sizin o aylıq qazancınızın üzərinə gəlir. Düşünürsünüz, bu nə möhtəşəm bir şeydir. Aylıq qazancınızın üzərinə gəlir. Çünki bu müştərini siz bura gətirmisiniz. Sadəcə bir müştəri gətirmisiniz. Və sizin isə burada qazancınız nədir? Pasiv oturmusunuz, hər ay 10 dollar niyə ödəyim mən? Bu sualı sizə verənlər ola bilər. Bəlkə də özünüz verirsiniz ki, bəs mənim burada marağım nədir? Mən 10 dollar niyə ödəyim şirkətə? Sizin də burada şirkətin 10 dollar abunəçisi olduğunuz üçün, deyək ki, passivə gəlmisiniz. Sizin burada qazancınız 2047 dollara qədər artacaq. Baxın, 2047 dollara qədər, yəni 1 dollardan 2047 dollara qədər, bunu həmişə yadınızda olsun. Bu etap artacaq, birdən-birə bu qədər olmayacaq. Altınızda nə qədər abunə sayı gedirsə, bax siz bulsuz, altınızda nə qədər abunələr varsa, deyək ki, abunələrin sayı belə artdıqca, deyək ki, bax birdən elə bu partnyorunuzdan abunə sayı buradan gedir. Heç burada heç kim yoxdur. Bir dənə bunu gətirmisiniz. Görün necə möhtəşəm bir sistemdir. Ona görə deyirik, qol şərtləri yoxdur burada. Bir dənə bu gətirdiyiniz bu brilyantınız, yəni altında bütün qurduğu abunələrdən, bütün müştərilərindən sizə də bu gətirdiyiniz bir partnyor nə qədər müştərilər varsa, bu partnyorun məsələn marağında 7 növ qazancın 7-sindən də faydalanmaqdır, deyək ki, və bu sizin liderinizdir və bunun nə qədər altından gedən abunə sayı varsa, hər bir abunəsindən 0,25 sent, baxın sizin abunə qazancınız olaraq biz dedik ki, bu şirkət bizə abunələri üçün 1 dollardan 2047 dollara qədər qazanc planı ayırıb. Bax bu qazancı siz pasiv olaraq sırf bir dənə bu altınızda olan bu lideri özünüzə gətirə bilərsiniz, ola bilər yuxarıdan gəlib düşə bilər bura. Yəni çox möhtəşəm bir sistemdir ki, hansı ki siz burada pasiv olaraq sadəcə şirkətin istədiyiniz zaman 75% indirim məhsullarından da yararlana bilirsiniz və baxın bu qazancları da sizə ən azı 2
düşünün ki, 2047 dolara qədər siz pasiv qazancı qazana bilərsiniz. Altınızdan bir belə aktiv bir lider olarsa və demək ki, bu lider baş alıb gedəcək, komandasını işləyəcək və yaxud abunələrinin sayı, müştərilərin sayı çoxaldıqca, dediyim kimi hər bir abunəsindən sizə də pay düşür. Yəni 0,25 sent sizə də. Təbii ki, bu aktiv insanın qazancı tam başqa olacaq. İndi onu da göstərəcəm və mən sadəcə bir insandan sizə gələn burada həm dərhal komissiyalar gələn qazancları göstərdim, həm dərhal məhsulundan gələn 10% göstərdim və passivindən gələn qazancı göstərdim ki, hansı ki 50% qazancı sizə aylıq olaraq gəlsə də onun qazancı da kəsilmir. Tam tamamı qazancına deyək ki, sizin bu şəxs deyək ki 1000 dollar alır. Təbii ki, o 1000 dollarını alacaq, onun pulu kəsilmir və onun 500 dolları sizə gələcək 50%. Amma onun 1000 dollarından kəsilməyəcək qətiyyən. Demək şirkət öz büdcəsindən sizə 500 dollar artıracaq. Təsəvvür edin, 500 dollar sizin büdcənizin, yəni aylıq maaşınızın üzərinə artacaq. Yəni belə bir mükəmməl bir, ədalətli, möhtəşəm bir sistem heç adı yoxdur. Ona görə bu dünyada yeni bir inqilabdır. Yeni bir texnologiyalarla qurulmuş, həm satış müasir formada edir, həm müştəri çağırışı müasir formada. Düşünün ki, sərbəst şəkildə biz bu 7 növ qazancı 3 linkdən sərbəst şəkildə bizə verir. Hansı bizə uyğundur? Biz o linkdən işləyib qazana bilirik dərhal. Aktiv çalışan insan nə qazanacaq? Baxın, deyək ki, bu aktiv gəlmisiniz siz. Aktiv çalışdığınız üçün siz həm burada rütbələrə görə qazanacaqsınız. Deyək ki, komanda qurursunuz. Çünki siz aktiv çalışmağa gəlmisiniz. Müştərilər dəvət edirsiniz. Burada deyək ki, sizin ən azı 10 müştəriniz olmalıdır aktiv olaraq çalışmaq üçün. Ən azı 10 müştəri, yəni 3 və yaxud daha 10 müştəriniz olmanız bu artıq sizi həm rütbələrə, baxın, həm rütbələrə aparır, həm sizə referal qazanc verir. Yəni referal dərhal yəni ki 25 dollar olan qazancdır. Hər bir müştəridən gələn rütbəyə görə siz yəni ki limitsiz qazanclar, həftəlik həm aylıq qazanclar götürürsüz. Yəni rütbəyə görə siz passiv qazanc götürürsüz. Passiv qazanc dedik ki 2047 dollara qədər olan qazancdır. Həm məhcik bonuslar gəlir sizə. Məhcik bonuslar nə idi? Bir müştəridən, yəni deyək ki sizin 10 müştəriniz var, aktiv çalışırsınız. Hər birindən 50% sizin aylıq maaşınızın üzərinə gəlir. Aktiv işlədiyiniz üçün baxın 4 dənə müştəridən gələn qazancdır və 3 dənə isə məhsuldandır. Deməli dedik ki abunəmizdən 10% bizə gəlir qazanc, satış linkimizdən 50% gəlir bizə qazanc və bir də rütbələrə görə məhsuldan da 10 dərinliyə qədər bizə qazanc gəlir. 10 dərinliyə qədər bizə qazanc gəlir. Baxın, 3 gəldiyimiz həftədə qazanclarımızı qazana rütbələrə qalxırıq. Dediyim kimi referallarımızı hər həftə qazandıqca rütbələri də qazanırıq. Passiv qazancımız artır, məhcik bonuslarımız da artır. Hansı ki, əgər biz yəni satış ediriksə, satışdan da eyni qaydada baxın, bu şəkildə üç tərəfdən də satışdan qazanc gəlir və ən gözəl tərəfi də hər birimiz üçün 75% digər saytlardan endirimlər bax bu saytda mövcuddur ki, biz də istədiyimiz zaman bu da bizə sərbəstlik, yəni daha hər ay məcburiyyət vermir ki, şirkət sən məhsul alıb elə yazsın. İstədiyin zaman məhsul ala da bilirsən, almaya da bilirsən. Amma bütün bu qazanclardan həm müştərilərdən, həm satışdan qazana bilirsən. Yəni bu qədər mükəmməl bir sistemdən çalışırıq.